Deməli, bəzi yoldaşlar sual verir orada TikTokda ki, bu şarj aparatlarının maşın sərfiyyatı nə qədər olur? Yəni bir doldurma neçə manat pul yazır? Onunla bağlı indi bir balaca məlumat vermək istəyirəm bilməyənlər üçün. Yəni şarj adapterinin gücündən asılı olaraq, yəni o qiymət dəyişir. Yəni maşın modelləri olaraq Unize'dən çox bu dəqiqə 207 olsun, A05 olsun. Modelindən asılı olmayaraq, istənilən adapteri zaryadkaya qoşanda həmin anda neçə kilovat və yaxud neçə amper göstərirsə, ona uyğun da onun pul hesabatı gedir. Yəni hər dəfə o eyni olmaya bilər. Maşının zaryadka faizindən də asılıdır. Belə deyim də, nə adapter olur olsun, zaryadkaya qaşanda əgər onun kilovatını göstərirsə, hal-hazırda yığda neçə kilovatla yığır göstərirsə, həmin o göstərilən kilovatı bir də göstərilən saata vurursunuz. Naprimер belə deyək də, 3.2 kilovat göstərir, 5 saata yığacaq deyir. Əgər 3.2 kilovatı 5 saata yığacaq deyirsə, siz 3.2 kilovatı vurursunuz 5-ə, alınan rəqəmi də vurursunuz 15 qəpiyə. Yəni işıq tarifinin ən yüksək həddinə. Onunla da siz orada limiti çıxarmış olursunuz. Yəni neçə manat həmin zaryadkada sizin pul sərfiyyatınız olacaq. Bax, yenə deyirəm təkrar olaraq. Burada məsələ nədir? Qoşulan anda adapterin yığdığı, göstərdiyi maşın monitorunda göstərir 3.2 kilovat məsəl üçün və yaxud da ki 3 kilovat və 5 saat. Yəni neçə kilovat, neçə saat göstərirsə, həmin kilovatı vurursunuz həmin saata, onu da vurursunuz 15 köpüyə. Yəni işıq tarif limitinin ən yüksək həddinə niyə vurursunuz? Çünki ev şəraitində siz evdə işlətdiyiniz sərfiyyatın da üstünə bu sərfiyyat gələndə təbii ki o limiti aşmış olacaq.